Salam. Güvən qarşılı ötürmə B variantının izahına baxırıq bu gün. Birinci sualda deyir ki, müxtəlif radiuslu çevrələr üzrə hərəkət edən və periodları bərabər olan iki maddi nöqtənin üçün hansı kəmiyyətlər bərabərdir? Deməli, müxtəlif radiuslu çevrələrdirsə, deməli bunlar fərqli çevrələrdir. Məsələn, tutaq ki, iki dənə çevrədir, eyni bir ox ətrafında, eyni bir nöqtə ətrafındadır. Gəlin belə dəqiq çəkək. Məsələn, O nöqtəsidir. O nöqtəsinin ətrafında iki çevrə qoymuşuq və bu çevrələrin təbii ki də radiusları, baxın, birinci çevrənin radiusu budur, ikinci çevrənin radiusu isə buradan bura qədərdir. Yəni müxtəlif radiuslu çevrələrdir, amma bir dayaq ətrafında fırlanırlar, bir mərkəz ətrafında fırlanırlar. Belə olan halda biz demişdik period, tezlik, bucaq sürəti və dövrlərin sayı bərabərdir. Burada da bucaq sürəti var. C variantı olacaq. İkinci sual. O nöqtəsi ətrafında dönən disk üzərində yerləşən A nöqtəsinin dövrətmə periodu 4 saniyə olarsa, B nöqtəsinin dövrətmə periodu neçə saniyə olar? Gəlin buradan B nöqtəsinə bir çevrə çəkək ki, mərkəzi B nöqtəsi o çevrənin kənarında olsun. Buradan görürük ki, eyni bir O nöqtəsi ətrafında hərəkət olduğuna görə bu bir disk üzrə hərəkətdir. Və bir disk üzrə hərəkətdə bizə deyir ki, A nöqtəsinin periodu 4 saniyədir. Baxın, A nöqtəsinin periodu 4 saniyədirsə, B nöqtəsinin periodu da 4 saniyədir. Çünki bir disk üzrə hərəkətdə sabit olan o 4 kəmiyyətdən biri də məhz perioddur. Deməli, buradakı B nöqtəsində də, buraya yazıram, TB bərabərdir 4 saniyə və bizdən B nöqtəsinin tezliyini istəyir. NB, bilirik ki, period tezliyin tərsidir, yəni 1 bölünsün. TB olacaq. O da 1 bölünsün 4-dür. 1-i 4 yerə böləndə nə eləyəcək? 0,25 eləyər. Ona görə də bu da olar nə? D variantı. Baxırıq üçüncü suala. Yan-yana eyni sürətlə hərəkət edən iki avtomobilin təkərlərinin xətti sürətlərinin müqayisə edin. Deməli, yan-yana eyni xətt üzrə hərəkət eləyir bu avtomobillər. Fərqli-fərqli avtomobillərdir. Amma onların xətti sürətlərini müqayisə edin. Baxın, birinci avtobusdur, belə deyək. İkinci avtomobildir. Yəni birincinin təkəri ikincinin təkərindən daha böyükdür. Deməli, birincinin təkərinin radiusu ikincidən böyük olacaq. Onda belə çıxır ki, V bərabərdir və iki avtomobil təkərlərin xətti sürətləri müqayisəsində birinci avtomobilin təkərinin radiusu ikinci avtomobilin təkərinin radiusundan 2 dəfə böyükdür. Amma bu eyni sürətlə hərəkət edən avtomobillərdir. Yəni avtomobillərin sürətləri də eynidir. Onda belə çıxır ki, onların təkərlərinin sürətləri də eyni olacaq. Ona görə də olar A variantı. Dördüncü sual. O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərindəki nöqtələrin xətti sürətləri arasında hansı münasibət doğrudur? Baxırıq ki, yenə də 1 və 2 eyni çevrə üzərindədir. 3 isə daha fərqlidir. Yəni demək ki, 1 ilə 2-nin sürətləri bir-birinə bərabərdir. Çünki bunların radiusları bərabərdir. Amma 3, baxın, 3 bu nöqtədir də, bu çevrədir. 3-ün radiusu bu 1 ilə 2-nin radiusudur. 3-ün radiusu bunlardan daha böyükdür. Belə çıxır ki, V bərabərdir 2 pi r n-ə görə. Bilirik ki, bir disk üzrə hərəkətdə n-in sabit qiymətində V ilə r düz asıdır. Yəni hansının radiusu böyükdürsə, onun sürəti böyükdür. Dedik 3 nöqtəsinin mərkəzdən ən uzaqda olduğuna görə radiusu böyükdürsə, deməli V3 nə olacaq? Böyük olacaq. V1 də bərabər olacaq V2-yə. Cavabımız olar nə? C variantı. 5-ci sualda tərpənməz O1 O2 ox ətrafında fırlanan kürənin hansı nöqtəsinin xətti sürətinin qiyməti ən kiçikdir deyir. Deməli, tərpənməz bir dayaq ətrafıdırsa, bilirik ki, 4 dənə kəmiyyət sabiti idi. Period, tezlik, bucaq sürəti və dövrlərin sayı. İndi bizə deyir ki, xətti sürətin qiyməti ən kiçik olsun. V bərabərdir 2 pi r-in düsturunu yazıram. Məsələn, n-in sabit qiymətində V ilə r düz asıdır. Və yaxud da fərqi yoxdur. V bərabərdir 2 pi r böl t düsturu da yaza bilərəm. Yəni t-nin sabitində V ilə r düz mütənasibdir. Demək ki, sürətin ən kiçik qiyməti üçün bizim radiusumuzun ən kiçik qiyməti olmalıdır. Yəni bu O1 O2 oxundan məsafəsi ən kiçik olan nöqtənin sürəti ən kiçikdir. O da hansı nöqtə olacaq? 4 nöqtəsi olacaq da. Baxın, buradan 1-ə qədər məsafə budur, 2-yə qədər məsafə budur, 3-ə qədər məsafə, 4-ə qədər olan məsafə isə budur. Ona görə də 4 nöqtəsindəki sürət ən kiçik olacaq. Sonra baxırıq 6-cı suala.
Qayışlı ötürmə ilə fırlanan A diskinin fırlanma periodu 12 saniyə olarsa, K diskinin fırlanma periodunu hesablayın. Qayışlı ötürmədə bilirik ki, sürət və gedilən yollar bərabərdir. Gəlin V bərabərdir. Periodla olan düsturu yazıq sürətin 2 pi r böl t. V-nin sabit qiymətində R ilə T düz mütənasib asıdır. Yəni yazıram ki, R-A-nın R-B-yə nisbəti bərabərdir T-A-nın T-B-yə nisbəti. R-A-mız nə qədərdir? Baxın, burada verilib. R-B-miz 3 R-dir. Bərabərdir. T-A nöqtəsinin periodu 12-dir. T-B-ni istəyir. İxtisar getsə, çarpaz vursaq TB bərabər olur nəyə? 12 vurulsun 3, 36-ya. Deməli, B nöqtəsinin periodu 36-ya bərabər imiş. 36 saniyyə. 7. Qarşılı ötürmə ilə fırlanan A diskinin fırlanma tezliyi 10 saniyə üstü mənfi 1 olarsa, B diskinin fırlanma tezliyini hesablayın. Yenə də sürətin sabit qiymətidir, qarşılı ötürmə olduğuna görə. Tezliklə olan düstur hansıdır? 2 pi r-in. Baxıram ki, V-nin sabit qiymətində radiusuna tezlik tərs asıdır. Çünki bərabərliyin eyni tərəfindədirlər. Aralarında vurma var. Onda yazıram ki, R-A-nın R-B-yə nisbəti bərabərdir N-B-nin N-A-ya nisbəti. Tərs asılıq yazdım. R-A-mızın radiusu nə qədərdir? 2R. R-B-mizin radiusu isə nəyə bərabərdir? 2. Yəni R-in özünə bərabərdir. R-ə. B nöqtəsinin bilmirəm, elə məndən B nöqtəsini istəyir. Amma A nöqtəsinin tezliyin 10 olduğunu verib. İxtisar getsə çarpaz vursaq MB bərabər olur nəyə? 20 saniyə üstü mənfi 1-ə. Deməli 7-də cavab olacaq nə? B variantı. 8-ci suala baxırıq. Qarşılı ötürmə ilə sürüşmədən fırladılan təkərlərdə R bərabərdir 2R'dir. Yəni baxın, B nöqtəsinin radiusu böyük yerdir, A nöqtəsinin radiusu 2R'dir. Yəni bu demək istəyir ki, B-nin radiusu A-nın radiusundan 2 dəfə çoxdur. A və B nöqtələrinin periodlarını müqayisə eləməliyik. Yenə qarşılı ötürmədə V sabitdir. V-nin pi, yəni T ilə olan düsturunu yazıram. Çünki mənə T-lərin müqayisəsi lazımdır. Baxın, V-nin sabit qiymətində radiusla period düz asıdır. Asıllığı necə yazıram? R-A-nın, buradan yazaq, R-B-yə nisbəti bərabərdir T-A-nın T-B-yə nisbəti. R-A-mız nə qədər oldu? Baxın, 1 R qədərdir. Amma bizim R-B-miz, yəni B-nin R-i böyük yerdir. Bizə də deyir ki, böyük yer 2 R-ə bərabərdir. 2 R bərabərdir T-A bölünsün T-B. TB. İxtisar getsə bunlar qalır ki, TB bərabərdir 2 dənə TA-ya. TB bərabərdir 2 TA, B variantı olacaq o da. 9-cu suala baxırıq. Bəli, 9-cu suala baxırıq. Qarşılı ötürmə ilə sürüşmədən fırladılan disklərin A və B nöqtələri üçün hansı münasibət doğrudur? N dövrətmə tezliyidir və isə xətti sürətdir. Baxırıq ki, A nöqtəsi və B nöqtəsinin müqayisəsi istəyir. Bir disk üzrə hərəkətdir. V-lər bilirik ki, bir-birinə bərabərdir. V-A V-B-yə bərabərdir. Amma N-ləri müqayisə eləsək, bizə deyir ki, V bərabərdir, baxın, tezliyi deyir deyə 2 pi r-n düsturudur. V-nin sabit qiymətində R-lə N tərs asıdır. Yəni, radius harda böyükdürsə, tezlik orada kiçikdir. Baxanda görünür ki, baxın, bu çevrənin həcmi daha böyükdür, onun radiusu da böyükdür. Deməli, A çevrəsinin radiusu daha böyükdürsə, deməli, oradakı tezlik daha kiçikdir. Onda B-dəki tezlik daha böyük olacaq deyə yazıram ki, NB böyükdür NA-ya. Yəni, VA bərabərdir VB-yə, NB böyükdür NA-dan, o da olacaq nə? A variantı. 10-cu suala baxırıq. Radiusları R1 bərabərdir R, R2 bərabərdir 3R olan 2 rezin disk bir-birinə toxunaraq sürüşmədən fırlanır. Fırlanma periodlarının T2 böl T1 nisbətini tapın. Baxın, bir-birinə toxunaraq hərəkət eləmək, sürüşmədən bir-birinə toxunaraq hərəkət eləmək o deməkdir ki, yəni bu cisimlər üçün periodlar nədir? Birinin radiusu R1, bu olsun R1, bunun radiusu R'dir, bu olsun R2, bunun radiusu 3R'dir. Bir-birinə toxunaraq sürüşmədən fırlanır. Yəni, bunlar bir-birinə toxunaraq fırlanırsa, bu deməkdir ki, bunların hər ikisinin sürəti eynidir.
Yəni çünki bunlar neynirlər? Bir yerdə hərəkət eləməyə başlayırlar. Bir yerdə hərəkət edirlərsə sürətlər eynidir. Yəni bunların sürətlərin bərabər qaydası ilə götürsək, 2 pi r bölünsün t-də baxıram ki, radiusla period düz asıdır. Yəni yazıram ki, T2-nin T1-ə nisbətini istəyir axı bizdən. O da bərabər olacaq R2-nin R1-ə nisbətinə. R2-miz 3R-dir, R1-imiz də elə R-ə bərabərdir. Bunlar ixtisar getsə nə qalar? 3. O da olacaq A variantı. Aha, belə. Buradan əslində mən baxdım qarşılı ötürməyə və yaxud da bir disk üzrə hərəkətə uyğun deyil bu. Sonra baxıram ki, bir-birinə toxunurlarsa, bunlar sürüşmədən hərəkət edirlərsə, demək ki, bu cisimlərin sürətləri eynidir. Bunlar bir yerdə hərəkət edirlər axı. Bilirsiniz, ağlıma nə gəldi? Qeyri-elastiki toqquşma, yəni plastiki toqquşma impulsda. Toqquşurlar və bir yerdə hərəkət edəndə biz toqquşmadan sonrakı sürəti eyni götürürdük. 11-ci suala baxırıq. O mərkəzi ətrafında fırlanan diskin A kənar nöqtəsinin xətti sürətinin qiyməti 10 metr bölü saniyə olarsa, B nöqtəsindəki xətti sürətin qiymətini hesablayın. Yenə bir çevrə çəkirəm, hansı ki, o çevrənin kənarı B nöqtəsi o çevrənin kənarına uyğun gəlsin. Bir disk üzrə hərəkətdir və bizdən xətti sürəti müqayisə elə deyir. Baxıram ki, bir disk üzrə hərəkətdə bizim bucaq sürətimiz sabitdir da. Onda bu V bərabərdir omega vurulsun R düsturundan yaza bilərəm ki, buradan omeganın sabit qiymətində V ilə R düz asılı olacaq. Elə mən də onu yazsam yetərlidir. Yazıram ki, VA-nın VB-yə nisbəti bərabərdir RA-nın RB-yə nisbəti. RA-mızın radiusu nə qədərdir? Elə R. RB-mizin radiusu isə R bölünsün 5'dir deyəsən, üstünə yazmışam, 5 qalxsın yuxarı. Bunlar ixtisar gedir, qalır 5. VA 10'dur. Deməli, olacaq 10 bölünsün VB bərabərdir 5'ə. VB bərabər olacaq 10 bölünsün 5 nə eləyəcək? 2. Cavabımız oldu 2. 12-ci suala baxırıq. Sabit bucaq sürəti ilə fırlanan R radiuslu diskin kənar nöqtəsinin sürəti V-yə bərabərdir. Mərkəzdən R bölünsün 2 məsafədə olan nöqtənin sürətini hesablayın. Baxın, bir dənə çevrədə deyir. Bu çevrənin sabit bucaq sürəti R radiuslu, radiusu R-dir. R radiuslu diskin kənar nöqtəsinin sürəti, yəni baxın, bu nöqtədəki sürət V-dir. Deyir ki, bəs mərkəzdən R bölə 2, yəni tam burada radiusun yarısında bu nöqtədəki sürət nəyə bərabərdir? Bax, bu nöqtədəki sürəti istəyir bizdən. Bir disk üzrə hərəkətdir. V və bucaq sürətinin sabit olmağı onu deyir ki, yəni deyir ki, V bərabərdir omega vur R düsturu ilə həll elə. Mən də həll eləyirəm də, V ilə R düz asıdır. Yəni radius V olanda, sürət V olanda radius nə oldu deyir? R-dir. Düz asılı götürəm, baxın, R-dir. İndi deyir ki, radius R bölünsün 2 olanda sürət nəyə bərabərdir? Yəni Vx. Bunlar gedir, Vx bərabər olur nəyə? V bölə 2-yə. V bölə 2 olacaq D variantı. 13-cü suala baxırıq. Fırlanan təkər üzərindəki A və B nöqtələri üçün hansı ifadələr doğrudur? Yenə bir disk üzrə hərəkətdə. A nöqtəsi ilə B nöqtəsinin bucaq sürəti eynidir, bəli. Fırlanma tezlikləri bərabərdir, bəli. Periodları bərabərdir, bəli. Xətti sürətləri bərabərdir, xeyr. Olacaq 1, 2, 4. Axı bir disk üzrə hərəkətdə bu kəmiyyətlər sabitdir. 14-cü suala baxırıq. O mərkəzindən keçən ox ətrafında fırlanan diskin A nöqtəsinin xətti sürətinin qiyməti 2-dir. Yəni VA 2-yə bərabərdir. Buradan yazıram 2. V-yə oxşamadı, amma yenə də. K nöqtəsinin sürəti isə, yəni bu nöqtənin sürəti isə 6-dır. Nə istəyir? AK məsafəsi 48 santim olarsa, diskin radiusunu hesablayın. Yəni dostlar, diskin radiusu buradır da, bizdən buranı istəyir X. Və bura deyir ki, ümumi bu məsafə 48-dir. Hə. Onda bu OA məsafəsinə biz deyə bilərik da 48 çıxılsın X. Nə deyirsiniz? 48 çıxılsın X yazıram, baxın buranın. Bu 4'dür. Nə edə bilərəm? Bir disk üzrə hərəkətdir deyə. Bilirəm ki, bucaq sürəti məsələn sabitdir. Və bizim məsafə verib, bir də sürət verib. Deməli, V bərabərdir omega vur R düsturu ilə gedə bilərəm da. Mənim V-imlə R-im omeganın sabit qiymətində düz asılı olacaq. Yəni, belə çıxır ki, məsələn,
bu O ilə K arasındakı məsafə x-dırsa, eləmi? Yəni məsafə elə r-dir də, məndən r istəyir. Bir də deyir ki, K nöqtəsinin sürəti 6-dır. Yəni belə yazım da, VA-nın VK-ya nisbəti bərabərdir RA-nın RK-ya nisbəti yazmaq istəyirəm mən. Buradan da VA-nın sürəti onsuz da bəllidir, 2-dir. VK-nın sürəti də bəllidir, 6-dır. RA-nı, baxın, RA ümumi 48-dir. Amma bizə mərkəzdən A-ya qədər olan məsafə lazımdır. Çünki biz mərkəzlə A arasına əsasən baxdıq ki, A-nın sürəti nədir? 2-dir. Olanı da yazmışam 48 çıx x. Yəni R-nı yazıram 48 çıx x. Onsuz da bu OK məsafəsi də elə x-dir də, düzdür? Radiusə bərabərdir. Elə x-i nə tapsaq demək ki, cavabımız odur. Tapaq. Buranı bölürəm, burada 3 qalsın. Tənasüb həll eləsəm 3 vurulsun 48 bərabər. Çıxılsın 3x bərabərdir x. Eləmi? Bu 3x keçsin bu tərəfə 4x bərabərdir 3 vur 48. Bunları vurmayıb saxlayıram ki 4 ilə 48 ixtisar gedəcək axı. Bölünsün 4. 4 ilə 48-i aparsaq 12 eləyirmi? Hə. 3-ü də 12-yə vuranda 36. Deməli tapdıq ki bizim radiusumuz 36-ya bərabər imiş. Aydın oldu. Məncə maraqlı sual idi. 15-ci sualda buna oxşayır. Məncə videonu dayandırıb özünüz həll eləsəz daha yaxşıdır. Həll eləyə bilməsəz əgər yorumlar açıqdır. Yorumlarda yaza bilərsiniz. Bu arada əgər bəyəndinizsə abunə olmağı, bəyənməyi unutmayın. 15-ci suala baxırıq. O mərkəzindən keçən ox ətrafında sabit tezliklə fırlanan, yəni n konstant. Bunu buradan qeyd eləyək ki, lazım olacaq. Diskin A nöqtəsindəki bucaq sürəti 6 olarsa, K nöqtəsindəki xətti sürəti hesablayın. Hə. A nöqtəsindəki bucaq sürəti 6 olarsa, sevindim ki, K nöqtəsində də bucaq sürətini istəsə elə 6 yazacağam. Axı bir disk üzrə hərəkətdir. Baxın, burada A nöqtəsinin kənarına bir çevrə çəksəm, kənarı çevrədə qalsa A nöqtəsi. Onda baxıram ki, hə, bir disk üzrə hərəkətdir də. Amma bizdən xətti sürəti istəyir. Gəlin baxaq. Mən deyirəm ki, n-in konstant olduğunu yenə burada qeyd eləyirəm. Mənə deyir ki, A nöqtəsinin bucaq sürəti 6-dır. Onda mən deyirəm ki, K nöqtəsinin bucaq sürəti də 6-dır. Axı bu bir disk üzrə hərəkətdir. Bu VA-nın da 6 olduğunu yazıram bura. Məndən istəyir K nöqtəsindəki xətti sürəti. Yəni VK-nı istəyir. V bərabərdir. Ümumiyyətlə bilirik ki, V bərabərdir nəyə? Omega vurulsun R. Bunların hər birində omega eyni qiymət alır. Radiuslara baxsaq, bizə deyir ki, OA məsafəsi, yəni baxın bu məsafə 10 santimdir. Ümumi AK məsafəsi isə 30-dur. Yəni bura 30-dur. Bu məsafədə OA məsafəsi 10-dur. Deməli mən deyə bilərəm də ki, VA-nın VB-yə nisbətinə əsasən tapa bilərəm. Baxın, VA-nın VK-ya nisbəti RA-nın RK-ya nisbətidir. RA-mı bilirəm. Baxın, OA hissəsini bilirəm ki, bura 10-dur. RK-nı da bilirəm. 10 ilə 30-u toplayıram, nə eləyir? 40. Elə RK bilirsiniz də, mərkəzdən K nöqtəsinə qədər məsafədir də bu. 30 plus 10, 40 eləyəcək. VA-n bəllidir. Yox, bəlli deyil. V-an bəlli deyil, amma V-anı tapa bilərəm. V bərabərdir omega R-dən tapa bilərəm. Omegam 6-dır. O-am nəyə bərabərdir? 10-a. 10 vuraq 6, 60. V-a 60-dır. Gəlin 60-ı qoyaq yerinə. 60 bölək VK bərabərdir 10 bölək 40. Sıfırları aparım. Buradan VK bərabər olur ki, 4 dəfə 6-nın 240. Nəsə böyük rəqəm alındı. 240 nə? Hə, bu santimdandır. Bizdən amma metrlə istəyir. Yəni 240-ı bölürük 100-ə nə eləyəcək? 2,4 metr bölü saniyə. Cavabımız oldu 2,4. Sonra gəlin 16-cı sualla davam eləyək. O mərkəzindən keçən ox ətrafında fırlanan diskin A nöqtəsində xətti sürətin qiyməti 2-dir. K nöqtəsindəki xətti sürəti də verib 8-dir. AK-nı verib 24, diskin radiusunu istəyir. Yəni bu K-dan O-ya qədər olan məsafəni istəyir. Hə. Bir disk üzrə hərəkətdir deyə. Dostlar, gəlin bucaq sürətin konstant olduğunu nəzərə alaq.
Belə V verib R əsasən nə isə tapırıq deyə bu düsturla gedək. Baxın, V bərabərdir omega R ilə omeganın sabit qiyməti olacaq. V ilə R düz astıdır. Onda belə çıxır ki, V-A'nın V-K-ya nisbəti bərabərdir R-A-nın R-K-ya nisbətinə. V-A-nı veribmi bizə? Bəli, A nöqtəsinin sürətini verib 2. K nöqtəsinin sürətini verib 8. R-A-nı nə qədər verib? Baxın, bu məsafə, bu məsafə. Onu bilmirik. Oranı x götürürəm. Amma buranı da bilmirik. RK-nı ümumi bilirik 24-dür. Baxın, AK-nı bu məsafəni 24 verib. Əgər bura x-dırsa, baxın, bura ümumi 24-dürsə, ümumi 24 deyil, AK hissəsi 24-dür. Baxın, AK hissəsi bura 24-dür. Onda bu ümumi məsafə 24 plus x-dır da, eləmi? Elə bil ki, orada görmürsünüzsə, baxın, burada bir dənə də çəkməyə çalışırım daha geniş yerdə. Bizə burada deyir ki, bura O nöqtəsidir. Sonra burada bir A nöqtəsi var. A nöqtəsi. Burada bir K nöqtəsidir. Deyir ki, bu hissə baxın, deyir ki, bura O'dur. Burada bir A nöqtəsi var. Burada. Bu kənarda da bir K nöqtəsi var. Bizə deyir ki, bura 24'dür. Yəni bu AK 24'dür. Başqa heç nə vermir. Mən də deyirəm ki, onda bu OA x-dır da. Onda bu ümumi OK hissəsi bizə nəyi verər? 24 üstə gələ x verir. Heç nə. Gətirirəm, burada yazıram, baxın. X-dırsa OA. Onda OK da nə oldu? 24 plus x. Heç nə. Bunu belə yazaq, biraz rəngarəng olsun. 4x bərabərdir 24 üstə gəlinsin x. 3x bərabərdir 24-ə. X bərabər oldu nəyə? 8-ə. X-i tapdıq ki, 8-dir. X nə idi? Baxın, OA məsafəsi x-dir. Amma bizim ümumi radiusumuz budur, eləmi? Baxın, O-dan kənara qədər olan məsafə. O da 24 plus x-dir. Heç nə, x-i də tapmışıq 8. 24-ün üstünə 8 gələndə nə eləyəcək? 32 eləyirmi? 32 eləyir. Cavabımız oldu 32. Vəssalam. 17-ci suala baxırıq. 16-cı sualımız rəngarəng oldu. O mərkəzindən keçən ox ətrafında sabit tezliklə fırlanan diskin K və A nöqtələrindəki xətti sürətlərinin fərqi 0.6-dır. Diskin bucaq sürətini hesablayın. Yəni bizə deyir ki, V K çıxılsın V A bərabərdir 0.6-dır. Və bizə OA-nı 20 verib, OK-nı isə nə qədər verib? 50 verib. Yəni ümumi bu məsafə 50-dir. Bu məsafə OA məsafəsi 20-dir. İşte bura qalır nə? 30. Onda AK məsafəsi də nəyə bərabərdir? 30-a bərabərdir. Diskin bucaq sürətini istəyir. Baxın, bir disk üzrə hərəkətdir deyə bucaq sürətini əvvəlcə sabit götürüb sürətləri təyin eləyək. VA-nın VK-ya nisbəti bərabərdir RA-nın RK-ya nisbətinə. VA-mız nə qədərdir? Heç nə, onları deməyib, amma biz bilirik ki, VK çıx VA 0.6-dır. Onda buradan VK-nı tapıram. 0.6 üstə gəlinsin VA. Gətirib burada yerinə qoyuram. Baxın, VA bölünsün. VK-nın yerinə qoyuram. 0.6 üstə gəlinsin VA. Bərabərdir. RA-mız nə qədərdir? Baxın, tam mərkəz 20-dir. RK-mız nə qədərdir? Yəni K-dan ümumi məsafə 50. Bunlar ixtisar getsə, tənasüb 2 vur 0.6 1,2 üstə gəlinsin 2 VA bərabərdir 5 VA-ya. Buradan 3 VA bərabərdir 1,2-yə, VA bərabərdir 0,4-ə. Heç nə, VA-nı 0,4 tapdım. Onsuz da VK-mız da var. Nə qədərdir? 50. V bərabərdir omega R düsturunun omeganı tapa bilərəm də. Omega bərabər olacaq V bölə yerə. Yəni 0,4-ü bölürük. Neçəyə? 50-yə. Bu arada 50 santimetrlə də bunlar metrləndir. Gəlin biz bunu nəyiniyək? Metrə çevirək. O da 0,5-dir. 4 bölünsün 5 eləyir.
Metrdən istəyir cavabı, yox santimetrdən istəyir. Radian bölünsün saniyə. Bu 4 bölünsün 5 eləyir. O da bizə verəcək nəyi? 0,8-i. Yəni 0,8. OA məsafəsinin V bərabərdir omega R-dir. Bucaq sürəti omega bərabərdir V bölünsün R. Biz tapdıq ki, VA 0,4-dür. Yəni A nöqtəsinin sürəti 0,4-dür. Onda OA məsafəsi nə qədərdir? 20-dir. A nöqtəsinin sürətini tapıb, K nöqtəsinin radiusunu qoymuşuq. Baxın, bura 0,5 yox, 0,2 qoymalıyıq. Onda bu bizə 0,4 bölü 0,2, 4 bölü 2, 2 eləyəcək cavab. Orada biraz qarışıqlıq olub. 18-ci suala baxırıq. Qarşılı ötürmə ilə sürüşmədən fırladılan disklərdən B nöqtəsinin tezliyi 10 olarsa, A nöqtəsinin periodunu hesablayın. V-lər burada konstantdır. Çünki nədir? Qarşılı ötürmədir. V-nin sabit qiymətində baxırıq ki, tezliklə deməli, radius tərs asdı. V bərabərdir 2 pi yerinə görə. Yəni yazıram ki, deməli, RA-nın RB-yə nisbəti bərabərdir NB-nin NA-ya nisbəti. Bizim RA-mız nə qədərdir? 4-dir. RB-miz də R-dir. NB-mizi 10 verib. NA-nı bilmirik. Gəlin bu NA-nı tapaq. Buradan tapırıq ki, NA bərabər imiş 2,5-ə 10 böl 4-dür da. Və TA-nı istəyir. Yəni, TA da NA-nın tərsidir da. Bilirik də period tezliyin tərsidir. 1 bölək 2,5 yazacağıq onda. O da 10 bölünsün 25 nə eləyəcək? 0,4 eləmi? Cavabımız oldu nə? 0,4. 19-cu suala baxırıq. Qarşılı ötürmə ilə sürüşmədən fırladılan disklərdə A diski 15 dövr edəndə B diski neçə dövr? Yenə qarşılı ötürmədir. V-lər sabitdir. Bu səfər radiusdan dövrlərin sayına baxırıq. Baxın, 2 pi Rn böl T düsturudur. Yenə radiusdan N tərs mütənasibasıdır göründüyü kimi. Yəni, yazacağım ki, RA-nın RB-yə nisbəti bərabərdir NB-nin NA-ya nisbəti. RA-mız nə qədərdir? 2. RB-miz 6 bərabərdir. NB-ni istəyir bizdən. NA-nın deyək ki, 15 dövrü var. Buradan ixtisar aparsaq 3, bunlar da aparsaq 5. NB nəyə bərabər olur? 5. Deməli, bu 15 dövr eləyəndə, A diski 15 dövr eləyəndə, B diski 5 dövr eləyibmiş. 20-ci suala baxırıq. Qarşılı ötürmə ilə fırlanan disklərin üzərində B və A nöqtələrinin bucaq sürətlərinin fərqi 2-dir. Yəni, omega çıxılsın, B çıxılsın, omega A bərabərdir 2-dir. Bu sual bayaqçı sualla eynidir, oxşardır. Bizdən B nöqtəsinin xətti sürətini istəyir. Yəni, VB bərabərdir sual. VB-ni tapırıq. Radiusları verib, baxın. Heç nə. Burada dostlar, baxırıq ki, qarşılı ötürmədir, V bərabərdir. Omega vurulsun R düsturuna əsasən tapırıq. V-nin sabit qiymətində omega ilə R tərs asıdır. Yəni, omega A-nın omega B-yə nisbəti bərabərdir RB-nin RA-ya nisbəti. Buradan tapıram ki, mənim omega B-im nəyə bərabər olsun? 2 üstə gəlinsin omega A-ya. Gətirib aşağıda yerinə qoyacam. Baxın, omega A bölünsün. Omega B-in yerinə 2 üstə gəlinsin omega A. RB-mizin radiusu nə qədərdir? 30. RA-mızın radiusu isə 60. İxtisar aparsaq, burada 2-də 1 qalır. Tənasüb həll eləsək, 2 omega A bərabərdir 2 üstə gəlinsin omega B. Buradan omega A. Buradan omega A bərabər olur nəyə? Elə 2-yə. Deməli, A nöqtəsinin bucaq sürəti 2-yə bərabər imiş. Bizdən xətti sürəti istəyir. A nöqtəsinin sürətini tapımda V bərabərdir. Onsuz da qarşılı ötürmədiyi hər yerdə eyni olacaq. Yəni, burada qiymət nədirsə, orada da sürətin qiyməti eyni olacaq. VA bərabərdir omega A vurulsun R-dir. 2 vurulsun. RA-mız da 60-dır. 2 vurulsun 60, 120 santim eləyir. Amma bizdən metrdən istəyir deyə bunu böləcəyik 100-ə. 1,2 metr böl saniyə. Niyə görə VA-nı tapdıq? Bizdən VB-ni istəyirdi axı. Çünki qarşılı ötürmədir. Bu VA-nın sürəti nə olsa VB